Yoldaşlar, hər vaxtınız xeyir. 6 aprel dövlət qulluğu üzrə təşkil ediləcək imtahanın BB kateqoriyası üzrə olduğunu bilirik və BB kateqoriyası üzrə imtahan üçün 30 mart kursumuzda onlayn formatda Dövlət İmtahan Mərkəzinin yeni modeli əsasında kompüterlə imtahan təşkil etdik və kursumuzun 25-ə yaxın, kənardan isə 30-a yaxın qoşulan ümumi tələbənin təxminən 50 civarı tələbənin qoşulduğu imtahanın bütün sualların izahı ilə kursumuzun səhifəsində və mənim şəxsi YouTube səhifəmdə tanış ola bilərsiniz. Kursumuzun səhifəsində hər bir fənnin izahı yerləşdirilir və indi isə növbə informatika fənninin suallarına aiddir və bu fənnin, informatika fənninin suallarından sonra kanalımızda həmçinin məntiqin də suallarının izahını görəcəksiniz. Şəxsi YouTube kanalımda isə həm bu sınağın, həm son qəbulun bütün sualları yerləşdiriləcək. Artıq 9 martda təşkil edilmiş imtahanın bütün kateqoriyalar üzrə BA, BB, AC və AB kateqoriyaları üzrə təşkil edilmiş informatika imtahan sualları kanalımıza yerləşdirilib, məntiq də yəqin ki bir gün ərzində yerləşdiriləcək. Yoldaşlar, işlərimiz çoxdur, tələbələrimizin dərs cədvəlləri sıxdır, lakin bunların yanında sizə də belə deyək, dəstək olmağa çalışırıq. Xahiş edirəm, dəstəyimizi qiymətləndirin və əgər izahları bəyənirsinizsə, izahlarla bağlı təəssüratınız yaxşıdırsa, bizə şərh yazaraq bunu belə deyək, bizim üçün daha da xoş bir hala çevirin. Baxın, saat 3'e qalıb, amma biz sizin üçün video izahlar çəkirik. Allah sizin də, bizim də əziyyətimizi itirməsin. Gəlin başlayaq. Sınağın ilk sualı. Paint qrafik redaktorunun köməyi ilə nöqtə-nöqtə olar. Nə olar? Qrafiki təsvirlər yaratmaq və ya redaktə etmək olar. Paint bir qrafik redaktordur və çox primitiv qrafik redaktordur. Burada sadə təsvirlər yaratmaq və onları redaktə etmək, rəngini dəyişmək, rəngləmək, silmək və s. kimi əməllər icra etmək olar. Deyir ki, kontekst menünün paste və paste shortcut əmrlərinin solğun şriflə görünməsinin nə səbəb ola bilər Windows 10 əməliyyat sistemində? Əgər biz hər hansısa bir obyekti kəsmişiksə və yaxud nüsxələmişiksə, yəni kopyasını yaratmışıqsa, həmin obyekt mübadilə buferinə düşür. Əgər obyekt kəsilibsə, mübadilə buferinə düşübsə, bu zaman yalnız paste əmri aktivləşir. Yox, əgər kopyalanaraq mübadilə buferinə düşübsə, hər iki əmr aktivləşir. Əgər əmrin heç biri aktiv deyilsə, deməli yapışdırmağa nəyimizsə yoxdur. Yəni mübadilə buferi boşdur. Cavab B variantı. Bir xanada yazılmış düsturu digər xanaya köçürəndə nə dəyişir? Təbii ki, yoldaşlar, nisbi ünvanlar dəyişir. Əməllərin işarə vardıcılıqları, sabit qiymətlər və mütləq ünvanlar heç vaxt dəyişə bilməz. Dəyişən nisbi və qarışıq ünvanlar olur. Nisbi ünvanın həm sütunu, həm də sətri, qarışıq ünvanın isə ya sütunu, ya da sətri dəyişir. Qısacası, cavab ya nisbi ünvan, ya da qismən qarışıq ünvan ola bilərdi. Burada düzgün cavab nisbi ünvan kimi götürülür. Əməliyyat örtüklərinin funksiyasına aiddir. Nəzərinizə çatdırım ki, sınaq və qəbulların izahlarına baxmaq üçün tələbələr potensiallı, yəni bazalı tələbələr olmalıdır. Heç hazırlaşmayan tələbələr bu tipli videolara baxanda nəsə başa düşmək onlar üçün çətin ola bilər. Gərək bütün mövzuları oxuyasınız, bitirəsiniz, ondan sonra sınaq və qəbullara baxasınız. Əməliyyat örtüklərinin funksiyası istifadəçinin əməliyyat sistemi ilə interfeysini təkmilləşdirmək və daha sadə iş rejimi təşkil etməkdir. Biz deyirik ki, hətta belə bir tərif də var ki, əməliyyat örtükləri olmasaydı, əməliyyat sistemləri ilə iş bu qədər asan olmazdı. İstifadəçinin kompüterinə istifadəçinin xəbəri olmadan FTP serveri açaraq müxtəlif troyan və virusların yüklənməsini təmin edən vasitə necə adlanır? Təbii ki, düzgün cavab dropperdir. Növbəti bir sualımıza baxaq. Şəkildə file print dialog pəncərəsi verilib, verilən hesabata görə 40 səhifəlik sənədə malik 40 səhifəlik sənədin səhifələri çapa göndərilir. Çap zamanı printerdən neçə vərəq çap olunur?
Bir page per sheet. Burada da one side. Burada sayfa sayı verilmeyib. Burada printer hazır vəziyyətdədir. Nüsxə sayı da 3 verilib. Təbii ki, tələbələrimiz bilir ki, current page cari səhifə deməkdir və cari səhifənin çapı zamanı düzgün cavab kimi kopya sayı götürülür. Cavab 3. Növbəti sualımız 62. Xidmətlərdən ibarət və onlardan istifadəyə şərait yaradan interfeys necə adlanır? Söhbət elektron hökumətdən gedir. Elektron hökumətin oxşar interfeys baxımından iki forması mövcuddur. İnteraktiv və informativ. Məlumatlandırıcı hissə informativ, xidmətlərdən ibarət və onlara şərait yaradan hissə isə interaktiv adlanır. Elektron cədvəldə x dəyişəninin qiymətini A1 xanasına yazmışıq deyir. X-i A1 ilə əvəz edib bu düsturu B1 xanası üçün hesablasaq necə yazmalıyıq? Yoldaşlar, baxın, X-in yanına A1 qoysaq 5 vurulsun A1. Vurma işarəsi bilirsiniz ki, Excel-də ulduzla təyin edilir. 5 vur A1. Burada vurma 5 yoxdur. Burada 5 ilə A1-in arasında vurma yoxdur. Burada 5 ilə A1-i mötərizəyə alıb, ala da bilər, almaya da bilər. Çünki belə deyək, buradakı mötərizə formal olacaq. Bilirsiniz ki, kəsirlərin sürətlərini bir-birinə vuranda onlar ayrı da yazılsa, birlikdə də yazılsa ciddi əhəmiyyət kəsb eləmir. Əsas məsələ bilirsiniz nədir? Böldən sonra bütün bu ifadə mötərizənin içində təqdim olunsun. Niyə? Bax, məsələn, tutaq ki, gəlin hər bir variantın niyəsini izah edeyim sizə. 25 vurulsun, A1 plus 1 olmalıdır. A1 plus 1 vur 25 və onlar hamısı mötərizədə olmalıdır. Cavab A variantı. Niyə bu düzgün deyil? Bu ifadə bizdə belə bir təəssürat yaradır. 5 vurulsun A1 bölünsün 25. Hə? Vurulsun yenidən. Fikir verin, vurulsun A1 plus 1. Nə bilək indi bunu hansı məqsədlə yazıblar? Ona görə bu bütün ifadənin A1-in məxrəcində olması üçün elə bütün ifadə olmalıydı mötərizənin içində. Cavab A variantı. 64-cü suala baxırıq. İki kompüter şəbəkəsi arasında məlumatları virtual tunel vasitəsilə şifrələyərək göndərir. Virtual Private Network. Virtual bir şəbəkədir. Təhlükəsiz ötürülməni təmin edən VPN şəbəkəsidir. Yəni, doğru vasitə VPN-dir. Digər variantların hər birinin tərifini nəzəriyyəmizdə vermişik. 65-ci sualda deyir ki, oxla göstərilən əmr nə işə yarayır? Fikir verin, fiqurlar seçilib, align left əmri sıxılıb. Align bilirsiniz, düzləndir deməkdir. Fiquru düzləndir. Hara? Sola. Qeyd olunmuş obyektlər yerləşdiyi sahədən sola düzlənir. Yəni, soldan düzlənir. Baxın, burada C variantında elə mən də ona diqqət edirdim. Qruplaşdırılır yazıb sonda. Burada grouping əmri aktiv deyil. Burada sadəcə align əmri aktivdir. Gördüyünüz kimi. Qrup əmri passivdir. Hal-hazırda işləmir. Fikir verin. Onun alt əmrlər deyil. Align əmri seçilib. Fikir verin. Boz strukturda align təqdim olunub. Doğru mülahizələri seçin. Usenet telekonferans xidmətidir. Bəli. URL informasiyanı internetdə saxlamaq üçün bir istifadə olunan vasitədir. Bəli. Yandex məşhur ingilis dilli axtarış sistemidir. Xeyr. Rus dilli axtarış sistemi olmalıdır. Yahoo axtarış sistemlərindən biridir. Doğrudur. Outlook qlobal şəbəkədə web səhifələrə baxış üçün istifadə olunur. Şərt. Outlook elektron poçtların göndərilməsini təmin edən bir proqramdır. Elektron cədvəl fraqmenti verilmişdir. D3 xanasının qiymətini tapın. D3 xanasında isə sum D1, D2 verilib. Yəni D1 ilə D2-nin cəmi. Gəlin birinci D1-i tapaq. Count A1, C3. A1-dən C3-ə qədər ədədləri say. 1, 2, 3, 4, 5, 6. Cavab 6. Yoldaşlar, bəs average B2, C3, B2-dən B2, C3. Burada ədədlər, bu dırnaqdakı ifadə ədəd deyil.
18, 18, 36 üstüne de gəl 36, 72. 72'ni neçəyə böləcəyik? 3'ə. Çünki 3 dənə ədəd topladıq. Eləyir 24. Sam da o ikisinin cəmini istəyir. Yəni 6 ilə 24'ün cəmi bizə 30 verir. Cavab C variantı. Növbəti sual 68-ci sual. Maraqlı, situativ xarakterli bir sualdır. Aşağıdakı əməllər ardıcıllığı ilə File Explorer'də yerinə yetirilmiş ardıcıllıqdan sonra qovluqların strukturunu seçin. Bilirsiniz ki, bir qovluq özündən əvvəlki qovluğun və yaxud belə deyək də qısacası baxın B1 və B2 qovluğu A1 qovluğundan sağda yerləşib. Bu deməkdir ki, B1 və B2 qovluğu A1'in içindədir. Və yaxud buradakı B1 qovluğu A1'in içindədir. Buradakı B1 qovluğu A2'nin içindədir. Amma digər A1, A2 və B2 qovluqları hamısı eyni bir qovluğun daxilindədir. Deyir A1 qovluğu yaradın, A2 qovluğu yaradın və B2 qovluğu yaradın. 3 dənə qovluq yaratdıq. A1, A2, B2. A1 qovluğunu açın. Yəni A1'in içinə girdikdə açın. B1 qovluğu yaradın. Yoldaşlar, B1 qovluğu nəyin içində yarandı? A1'in içində. Baxın, B1 qovluğu A2'nin içindədir, səhvdir. B1 qovluğu A2'nin içindədir, səhvdir. Burada fikir verin. B1 qovluğundan savayı B2 qovluğunu da A1'in içində verib. Amma B2 qovluğu müstəqil qovluqdur. Onu daxil olmayıblar, onu açmayıblar. Və onu daha doğrusu A1'in içində yaratmayıblar. Ona görə Y'də səhvdir. Həmçinin B2 də A2'nin içində deyil, ona görə bu da səhvdir. Fikir verin. Bax, A1 qovluğu yaradın, yaratdım. A2 qovluğu yaradın, yaratdım. B2 qovluğu yaradın, yaratdım. A1 qovluğunu açın, girdim A1'in içinə. B1 qovluğu yaradım, bax. B1 düşdü A1'in altına. Şu, cavab B variantı. Bunu biz dərslərimizdə spesifik bir metodla izah edirik. Qohumluq ağacı metoduyla və tələbələrimiz bunu mükəmməl başa düşür. Sərlövhə nədir? Sərlövhə səhifənin aşağı və yuxarı hissəsində səhifə parametrlərinə uyğun olaraq ayrılmış sahədə yerləşdirilən mətindir. Cavab D variantı. Sərlövhə kalantet oldu yoldaşlar. Baxın. Vərəqimin yuxarısında Elbir Akademi Dövlət Qulluğu, sınaq imtahanı və kursumuzun e-mail adresini yuxarı sərlövhə kimi, yəni header kimi aşağıya bir şey yazmamışıq. Yoxsa burada da nömrələrimizi yaza bilərdik footer kimi. Header footer elə sərlövhə deməkdir. Burada səhifənin aşağısında ayrılmış mətin deyir. Bu özdə kiçik şriflərlə bu insert footnote'un tərifidir. Sənətdəki məlumatın mənbəyini göstərmək deyil. Sənətdəki qrafik obyektlərin adlandırılması üçün də deyil. Sənədin axırında ayrılmış sahədə yerləşdirilən mətndə deyil. Bütün səhifələrin aşağı və yuxarısında ayrılmış bir modeldir. Elektrik enerjisinə asılı olan daxili yaddaş qurğularını seçin. ROM elektrik enerjisinə asılı deyil. KMOS da asılı deyil, flash da asılı deyil. RAM asılıdır, cache asılıdır, video yaddaş asılıdır. Cavablarda yoxdur, register da asılıdır. Cavab 1, 3, 6 A variantı. Hər birinizə ikinci videomuza, yəni bu videonun məntiq variantına da baxmağı tövsiyə edirəm. Həmçinin sizə tövsiyə edirəm ki, son qəbulun, yəni 6 aprel imtahanına gedən tələbələr son qəbulun, yəni 9 Martın izahlarını dinləyib getsinlər. 9 Mart düşən məntiq şedevr idi və bütün belə deyək, kanallardan öncə ilk mən paylaşım eləyəcəm. Bütün sualları bir videoda. Yəqin ki, siz heç bir başqa videoda bütün sualları eyni anda görməyəcəksiniz. Ona görə kanalımızı izləmədə qalın. Hamınıza uğurlar arzulayıram. İnşallah 6 aprel üzünüz gülər. Sağ olun, salamat qalın.